qorxusundan. Deməli, belə, Imperial Residence, RR Construction, MTK, tikinti qrupu, yəni bunların başçıları Rəşid Əliyev, Rəşad Əliyev, Rüfət Əliyev qardaşları, Rafael Abdullayev, Nadir, cinayətkar Nadir Abdullayev, bütün sənədlər onun adına atası imzalanır, biz bilmirdik. Biz necə türmədə yatan bir insanla, cinayətkarla müqavilə bağlaya bilərik. Evimi, mülkiyyətimi, mənim 3 sot yarım torpağım var. O torpağın üzərində də evimiz var. Bir sot torpağı bunlar belə zəbt elədilər. Şirkət olaraq zəbt elədilər. Dava qırğın, təzyiq göstərirlər, kommunal xətlərini kəsirlər. Yəni biz müvafiq qurumlara şikayət eləmişik, heç kəs bizim şikayətimizi qəbul eləmir. Mənim halalca mülkiyyətimdir. 3 əsr bu torpağın, bu evin yaşı var. Mən Azərbaycanlıyam. Azərbaycanlı olaraq da mən Azərbaycanı tərk edib hara getməliyəm? Mənim xəstə anam var. 2-ci qrup 50 ildir. Mən onunla kirələrdə qalmalıyım. Nə vaxt bu ev tikəcək, tikəcəkli, verəcəkli evi kvadraturanı da düz hesab eləmir. Bunu da vermirlər. Bu insanlar budur, cinayətkardırlar. İndi də hal-hazırda neynir? Biz evdən bir kənarlaşan kimi gəlir oranı qazır, buranı qazır. Mənim super təmirli evim var. Şəxsən özüm onu təmiri eləmişəm. Yəni mənim evim heç bir qəzalı vəziyyətdə deyil. Deməli bu neynir? Kanalizasiyanı burada doldurur, gəlir oranı qazır, kanalizasiya ora axsın getsin. Evin altı belitajdır, 1 mərtəbəsi var evin. Ev 2 mərtəbəlidir. Evin altına su axsın, ev qəzalı vəziyyətə düşsün, ev çöksün. Qonşuları da belə təzyiqlə o şirkətin işçiləridir. Çək onları. Çək onları, özləri gəlmirlər qabağa. Çünki qorxaqdılar. Gəlmirlər qabağa. Bütün kişilər getdilər, müharibədə öldülər. Amma belə qorxaqlar, alçaqlar qaldılar insanlara zülm eləməyə. Bunu Allah götürməz, götürməz. Azərbaycan xalqı həqiqətən də səbirli xalqdır. Bu vaxta kimi oturmuşuq, susmuşuq, səbir eləmişik. Amma uca yetər, bəsdir daim. Bunlar ermənidən betərdirlər. Bizə düşmən lazım deyil qıraqda. Ermənilər artıq Bakıdadılar, torpaqları zəbt edirlər, insanların mülkünə girirlər. Başa düşdünüz? İndi mən nə edirəm? Qazıram ki, bu su çıxsın. Gəldi evimi bu vəziyyətə saldı. Hər tərəfli təzyiq göstərdi ki, biz evi tərk eləyə gedək. Açın qulağınızı eşidin. Fidan Süleymanlı evini düşmənə vermir. Torpağını düşmənə vermir. Evini də tərk eləməyəcək. Ölümüm çıxacaq.